بسم الله الرحمن الرحيم. الحمد لله الملك القهار، مكون النهار على الليل ومكون الليل على النهار. وأشهد أن لا إله إلا الله وحده لا şerike leh. وأشهد أن محمدا عبده ورسوله. Yüce Allah bütün kainatı yaradandan sonra insanlar için gece ve gündüz ve aylar təyin etdi. Necə Yüce Allah buyurur: وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ. Biz gecəni və gündüzü iki dəlil etdik, iki ayə etdik insanlar için. فمحونا آية الليل وجعلنا آية النهار مبصرة لتبتغوا فضلا من ربكم ولتعلموا عدد السنين والحساب. Biz gece ve gündüzü iki alamet ettik. Rabbinizden lütf dileyesiniz, illerin sayını ve hesabını bilesiniz diye gecenin alametini silip gündüzün ışıklı alametini getirdik. Biz her şeyi tefsilatıyla izah edirik. Başka bir ayette Allah buyurur ki: İnne iddete'ş-şuhuri indallah 12 şehran في كتاب الله يوم خلق السماوات والأرض منها أربعة حرم ذلك الدين القيم فلا تظلموا فيهن أنفسكم واقتلوا المشركين كافة كما يقتلون كافة واعلموا أن الله مع المتقين. Hakikaten Allah yanında ayların sayı 12'dir. Allah Subhanahu Teala ayları 12'dir. Allah bunu göyleri ve yeri yarattığı günde öz kitabında yazmıştır. Bu aylardan 4'ü haram aylardır. Doğru din budur. Elə isə bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı sizinlə vuruşduqları kimi siz də hamılıqla onlarla vuruşun və bilin ki Allah müttəqilərlədir. Bu 4 aylar isə Rəcəb, Zülqadə, Zülhiccə və Məhərrəm ayıdır. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem öz hədisində buyurur ki, göylər və yerlər, Allah Subhanahu taala göyləri və yerləri yaratdığı gündən zaman bir ilin 12 ay olması ilə dövr edir. Və həqiqətən də onlardan 4'ü haramdır. Haram aylardır. Onlardan 3'ü ard-arda gəlir. Zülqadə, Zülhiccə və Muharrem ayı. Rəcəb ayı isə təkdir, yəni 2 ayın arasında gələn bir haram aydır. Və o aylar da Rəcəb ayından öncə gələn Cümədəl ayıdır, Cümədəl axir ayıdır və Rəcəbdən sonra gələn isə Şaban ayı. Bizim də bugün danışacağımız Şaban ayıdır. Şaban ayı kimi digər aylarda da müsəlmanın üzərinə düşən bəzi vəzifələr var. Necə ki, gün ərzində müsəlmanın üzərinə düşən vəzifələr varsa, namaz qılmaq kimi. Və bəzi aylarda da bütünlüklə aylarda müsəlmanın üzərinə düşən vəzifələr var. Ramazan ayının bütünlüyünü Ramazan orucu tutmaq kimi və həcc aylarında həcc etmək kimi və yaxud da Məhərrəm ayının onu oruç tutmaq kimi. Həmçinin də Şaban ayında müsəlmanın üzərinə düşən bəzi vəzifələr var. Bu vəzifələrin əksəriyyəti vacib olmasa da müsəlmanın bundan xəbərdar olması onun imanının artması üçün və Şaban ayından sonra gələcək ayda Ramazan ayına güclü imanla daxil olması üçün böyük bir səbəbdir. Bu ayda da müsəlman hansı ibadətləri etməsi olduğunu öyrəndikdə artıq o təfrit və ifratdan uzaq olmuş olur. Çünki ola bilər ki, özünü artıq ibadətlərlə yükləyər və nəfsindən zülm etmiş olar və gücü çatmadığı oruc ibadətini edər. Bütün ay oruç tutmuş olar, bədəni zəifləyər və Ramazana zəif halda girer. Və yaxud da bu aydan qəflətdə olar, Şaban ayından xəbərsiz olar, ümumiyyətlə bu ayın savabından özünü məhrum etmiş olar. Ona görə də bu ayda müsəlman nələri etməlidirsə, Allah'ın izniyle müəyyən bir qədərini birlikte öyrənəcəyik. Muhammed sallallahu aleyhi ve sellem Şaban ayında oruç tutardı. Bu tuttuğu oruç digər aylardan fərqlənərdi. Ayşə radiyallahu anhə rivayet edir ki, Allah Resulü sallallahu aleyhi ve sellemin Ramazandan başqa tam kamil şəkildə oruç tuttuğunu görmədim. Sonra isə deyir ki, Ayşə radiyallahu anh sözünə davam edərək və Şabandan da daha çox oruç tuttuğu ayda hər hansı bir ay görmədim. Yəni ən çox da Ramazandan sonra Şaban ayında oruç tutardı Peyğəmbər sallallahu aleyhi ve sellem. Və Buxarıda gələn rivayətdə isə ona ziyadə olaraq deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Şabanın hamısını oruç tutardı. Və başqa bir hədisdə isə Müslimdə gələn rivayətində buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Şaban ayının hamısını oruç tutardı, yalnız az bir qismi istisna olmağını. Yəni əksər günlərində Şaban ayının orucda olardı Peyğəmbər sallallahu aleyhi ve sellem. Bu hədisləri cəm etdikdə alimlər buyurur ki, yəni Ramazan ayını tam şəkildə tutardı, ondan öncə gələn Şaban ayını isə əksər hissəsini tutardı, tam 30 günlük yox. Həmçinin İbn Abbasdan da radiyallahu anhumədən gəlib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yalnız Ramazan ayını kamil şəkildə oruç tutardı. Oruclu olardı, tam bir şəkildə. Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşulduqda ki, Şaban ayında nə üçün oruç tutur, o belə cavab verərdi ki, Şaban ayı Rəcəblə Ramazan ayının arasında olan insanların qəflətə düşdüyü bir aydır. Çünki Rəcəb ayı haram aydır. Həm cahiliyyə dövründə Rəcəb ayını müşriklər şişirtmişdilər. O barədə qulub etmişdilər Rəcəb ayında. Və həmçinin din gələndən sonra Rəcəb ayı haram ay oldu. Sadəcə edilən bütün artıq ibadətlər iptal oldu, ləğv edildi.
və haram ay olaraq qaldıracaq ay. Ramazan ayı da ibadət ayıdır, amma Şaban ayı barəsində isə insanlar qəflətdə olduğuna görə Peyğəmbər sallallahu əleyhi və səlləm oruç tutardı. İnsanların qəflətdə olduğu vaxtlarda da ibadət etməyin böyük faydaları var. Onlardan biri alimlər buyurub ki, çünki bu vaxtlarda ibadətləri gizlətmək daha asan olur. Gizli olan ibadətlər də ixlasa daha yaxındır və insan daha çox savab qazana bilər. Və həmçinin bu ibadət qulla Rəbbi arasında sir kimi qalır və onda artıq riya olmuş olmur, riyadan uzaq qalır. Və həmçinin faydalarından Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, "Əl-ibadatu fil haraci kəl-hicrati ileyyə." Qarışıqlıqda, hərcməclikdə və ya düzənsizlikdə olunan ibadət mənə tərəf hicrət etmiş kimsə kimidir. Yəni hicrət savabı kimi savab qazanır. Başqa bir faydalardan da asilik edən insanların arasında tək bir insanın ibadət etməsi, qəflətdə qalanların arasında onun ibadət etməsi sanki onları da himayə etməsi kimidir. Çünki biz bilirik ki, ibadət edənlərə görə haqq, ibadət doğru yolda olub, haqq əməllər edənlərə görə Allah Subhanahu bəlalar göndərməz həmin qövmə. Və həmçinin faydalarından bu nəfslərə ağır gələn bir ibadət ola bilsin Şaban ayı. Çünki ondan sonra yenə oruç tutacaqsan Ramazan ayında və ibadət də nə qədər ağır olursa, məşəqqətli olursa onun savabı da bitər, çox olur. Və alimlər də buyurur ki, Şaban ayı sanki Ramazan ayının müqəddiməsi kimidir, başlanğıcı kimidir. Ramazan ayında nələr şəriətimizdə gəlibsə, Şaban ayında da sələflər belə edərdilər. Oruç tutmaq kimi, Quran oxumaq kimi və həmçinin ədəb əxlaqlarını düzəldib daha da artırmaq kimi əməllərə də fikir verərdilər. Allah olan itaətlərini daha da artırardılar və Allahdan istəyirəm ki, Şaban ayında da bizim üçün faydalı əməllər etməyimizə yardım etsin. Həqiqətən də biz Allahın bizim üçün verəcəyi xeyirlərə möhtacıq. Allah qarşısında hər birimiz fəqrik. Subhanəkəllahu və bihamdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruke və